zərbələri bir qədər Türkiyə-Rusiya cəbhəsinə yönəldəcək. Çünki Türkiyənin F-35'e sahib olmaq üçün Rusiyadan aldığı S-400 raket sisteminin imtina etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. Detalları süjetdən biləcəksiniz. Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri Tom Barak'ın Birləşmiş Ştatlar qanunvericiliyində nəzərdə tutulduğu kimi Türkiyə F-35 proqramına qayıtmaq üçün S-400 sistemini işlətməməli və ya ona sahib olmamalıdır açıqlamasında Rusiya tərəfi səssiz qalmayıb. Xarici İşlər Naziri Sergey Lavrov Avropa İttifaqının Ankara'dan S-400 zenit raket komplekslərini alıb Ukraynaya göndərmə niyyəti ilə bağlı yayılan xəbərləri şərh edərək bildirib ki, Türkiyə bu sistemlərlə bağlı Moskva qarşısında müəyyən öhdəliklər götürüb. Bu barədə danışanlar heç düşünmürlər ki, bir alıcı olaraq bu cür addımlar Rusiya ilə razılaşdırılmadan atıla bilməz, deyə Lavrov vurğulayıb. Son olaraq Türkiyə Milli Müdafiə Nazirliyi Barak'ın hava hücumundan müdafiə sistemi ilə bağlı dediklərinə münasibət bildirib. Məlumata görə Nazirlik S-400-dən bağlı son günlərdə yayılan iddiaların əsassız olduğunu açıqlayıb. Vurğulanıb ki, Türkiyə və Vaşinqton Ankaranın F-35 proqramına yenidən qoşulmasına mane olan məsələləri müzakirə edir. Lakin ölkənin Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemlərinə sahibliyi ilə bağlı heç bir dəyişiklik yoxdur. Türkiyəli politoloqlar məsələnin pərdə arxasına nəzər yetirərək ölkənin müdafiə kompleksindən 5-ci nəsil qırıcı təyyarələrə görə imtina etməyəcəyini deyir. Çünki müttəfiq olmalarına baxmayaraq Ankaranın Amerika Birləşmiş Ştatlarından fərqli olaraq Moskva ilə qarşılıqlı etimada əsaslanan münasibətləri var. Əgər belə bir şey olarsa, münasibətlərdəki balans pozula bilər. Türkiye bugün F-35 programına dönmek için S-400'den vazgeçeceği gibi bir husus beklenmemelidir. Bu ancak müzakerelerle, karşılıklı alverlerle ve karşılıklı tavizlerle çözülebilecek bir husustur. Bu müzakerelerin bir ayağında da Rusya olması gerektiği de hatırdan çıkartılmamalıdır. Zira Türkiye Rusya ile iyi ilişkiler olan ve stratejik diyalogları olan bir ülkedir. Aynı zamanda Türkiye NATO üyesi olduğu halde hem Amerika ile hem de NATO'nun diğer ülkeleriyle çok da iyi ilişkileri olduğu söylenemez. Digər tərəfdən Türkiyə bir müddət öncə Avropa Birgə müdafiə layihəsi olan Tayfun qırıcılarına sahib olub, amma sözü gedən təyyarələr regionda təhlükəsizliyi qorumaq baxımından F-35-lərlə müqayisədə zəif sayılırlar. Yəni F-35-in əldə olunması onun üstün texnologiyası, sensor inteqrasiyası və şəbəkə mərkəzli döyüş imkanları sayəsində hava məkanında böyük üstünlük qazandıra bilər. Yunanistanın sözü gedən 5-ci nəsil döyüş təyyarələrini əldə etməsini və İsrailin qabaqcıl aviasiyasını nəzərə alsaq, bu döyüş təyyarələri bölgədəki güc balansını Türkiyənin xeyrinə dəyişəcək əsas element sayılır. Analitiklərin fikrincə mövcud vəziyyətdə Türkiyənin həm F-35 həm də S-400 raket sistemlərinə sahib olması qeyri-mümkündür. Çünki Birləşmiş Ştatlar Rusiyanın zenit raket kompleksinin istismardan çıxarılmasını israrla tələb edir. Bugünə qədər F-35 qırıcılarının təhvil verilməməsinin əsas səbəbinin S-400'lərin alınması olduğunu bilirik. Amma sözügedən qırıcılar üçün yaşıl işıq da Trump'ın ikinci prezidentliyi dövründə yandırılıb. Ancaq administrasiyanın qarşısında da bəzi əngəllər var. Bunlardan ən əsası Birləşmiş Ştatlar Konqresində buna qarşı çıxan konqresmenlərdir. Onlar Türkiyənin iki müasir silaha eyni anda sahib olmasını istəmirlər. Bu baxımdan düşünmürəm ki, hər iki silaha eyni anda sahib olmaq mümkün olsun. Birindən imtina etməli ola bilərlər. Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollara 4 S-400 divizyonunu almaq üçün müqavilə imzalayıb. Bu addımdan 2 il sonra Vaşinqton Ankaranı F-35 layihəsindən kənarlaşdırıb. Buna səbəb kimi Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alınması göstərilib.